Universitet bizim üçün doğmadır. Bizim necə deyirlər, elə bil ki, həyatımızın mənasıdır. Düşünəndə universitet haqqındakı necə olmalıdır? Təbii ki, bir bina, bir həyət yox, böyük bir geniş bir məkan olmalıdır ki, onun gələcəyini də düşünəsən. Mesela bu günləri bizim tələbat budursa, bir 30 il bundan sonra necə olacaq? Bəli. Universitet özü də 100 illiklər üçün qurulur. Elə bir məkan axtarırdım ki, yəni o gələcək inkişafımızı nəzərə alınsın. Hiss olunur ki, burayla çox fəxr edirsiniz. Bu da bizim həyatımızdır da. Universiteti təsis edəndə cənab prezident mənə demişdi ki, belə bir müəssisə, belə bir mərkəz yaradasınız gərək ki, orada siz dediyiniz kimi ölkə başçıları, nazirlər, xaricdən gələn qonaqlar, alimlər bir platforma tapıb burada çıxış eləsinlər və bizim ictimaiyyətə öz fikirlərini çatdıra bilsinlər. Təsəvvür edə bilərsiniz ki, bizim öz borcumuzu bu mənada da yetirməyimiz bizi necə məmnun edir.